Payız fəslində bir çox virus aktivləşir. Son günlərdə ölkə ərazisində insanlar arasında ürək bulanma, mədə ağrısı, qarında sancı şəkilli ağrılar kimi əlamətlərlə özünü göstərən infeksiya yayılıb. Yoluxanlar xəstəliyin sürətlə yayıldığını, 3-5 gün davam elədiyini deyirlər. Mənim özümdə də olur, eşidirəm də uşağımda, nəvəmdə, qonumda, qonşumda. Birinci növbədə təbii surətdə biz. İynəyə çox qaçmaq lazım deyil. Bəzi adam elə ürək bulandı, sistem ziyandır çox vaxtı. Sistemi həkim nəzarətində vurmaq lazımdır. Bu fəsillərdə insan özünü gözləməlidir mütləq. Tez-tez eşidirəm ki, xəstəlik var nəsə. Hamının belə ürəyi bulanır, baş ağrısı, qarın ağrısı. Yəni fəsil dəyişməsi insanların metabolizmasına təsir göstərir. Keçirtmişik. Elə keçən həftələrdə sağaldıq. Xüsusən də qrip, kəskin respirator xəstəliklərin birinci əlaməti ilə ürək bulanma, baş ağrısı, hemorit olan insanlarda müəyyən qədər, kimlərdə ki biraz bronkit var, onlarda aydın məsələdir ki, bu özünü göstərəcək. Mütəxəssislər bildirirlər ki, bu dövrdə müşahidə olunan əlamətlər təkcə hava dəyişməsi ilə deyil, həm də virus mənşəli infeksiyalardan əlaqəlidir. Bu viruslar bəzən tənəffüs yollarını da zədələyir. Kəskin respirator virus infeksiyalarında yoluxma hallarında müəyyən qədər artımlar var və bu təbii qanuna uyğunluqdur və biz əgər keçən illə müqayisə eləsək, görərik ki, eyni hal təkrar olunur. Bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını, az hallarda isə aşağı tənəffüs yollarını zədələyirlər. Yəni simptomları eynidir, lakin bunların içərisindən bəziləri mədə-bağırsaq əlamətlərindən keçə bilərlər. Yəni bunlar adenovirusu buna göstərmək olar. Bundan başqa isə virus mənşəli mədə-bağırsaq infeksion xəstəlikləri də mövcuddur. Rotaviruslar, noroviruslar və s. Harada ki, xəstəlik ümumi əlamətlər, yəni halsızlıq, zəiflik, hərarətin yüksəlməsi başlayır. Sonra isə müəyyən halda kataral əlamətlər ola bilər. Fəsil dəyişməsi zamanı orqanizmdə hormonal və metabolik dəyişikliklər baş verir. Bu da immun sisteminin fəaliyyətinə təsir göstərir. Hava dəyişkənliyi, temperatur fərqləri və rütubət səviyyəsi virusların çoxalması üçün əlverişli şərait yaradır. Virusa yoluxanlar arasında isə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar daha ağır keçirir. Rotavirusdur ki, daha çox uşaqlarda özünü göstərən mədə-bağırsaq simptomları ilə ön planda olan, qızdırma ön planda olan bir xəstəlikdir. Bundan başqa influenza virusu da bir bildiğimiz normal qrip, mövsümi qrip xəstəliyi. Yəni bunun özünün də gedişatında bəzən ola bilər ki, klassik simptomları var bunların. Boğaz ağrısı, qızdırma, öksürək, yəni yuxarı tənəffüs yolu simptomları. Bəzən də ola bilər ki, bu xəstəliklər atipik gedişi ola bilər ki, mədə-bağırsaq simptomları ön planda olur. Xəstələr diareya, ishal kimi şikayətlər ola bilər, qarın ağrısı kimi şikayətlər ola bilər. Zakir Quliyevin sözlərinə görə, xüsusən payız-qış ayları boyunca immun sistemini möhkəmləndirmək lazımdır. Bunun üçün vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət eləmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək vacibdir.